Biz bugün indi Qazax rayonunun Çaylı kəndindəyik. Bəli. Biz şikayətçinin işinlə əlaqədar olaraq gəlmişik. Mən özüm Yeni Azərbaycan Partiyasının ideyalarına tərənnümçü olan Dünya Meydanları jurnalının xüsusi müxbiriyəm. Və burada biz şikayətçi kimi sizin haqqınız tapdalan. Ancaq dövlətçilimizdə ad familiyanız necədir? Aliyeva rayonu Əli qızıdır. Aha. Qazax rayonu Çaylı kəndi. Bəli, Qazax rayonu Çaylı kəndi. Qazax rayonu Çaylı kəndi. Aliyeva rayonu Əli qızı. Bir yetim qızam. Mənim haqqım tapdalanıb. Nə tələb başınıza gəlib ondan? Başıma belə gəlib. 98-ci ildə mənim adıma torpaq olub. Getmişəm kənd sovetinin üstünə, hansına getmişəm. Adı nə olub? Torpaq yoxdur. Kənd sovetinin adı nə olub? Kənd sovetinin adı Mehman olub. Mehmal müəllimə müraciət edibsiz torpaq almaq üçün. Eləmişəm, dedi sənin adına torpaq yoxdur. Ancaq torpaq, nə deyir, arxivdə də, şəhadətnamədə mənim adıma olub. O torpağı sizə kim vermişdi? O torpağı köhnədən Vidadi müəllim rəhmətli, o da rəhmətə gedib. Bəli. Sonra mənim yoxladım, ad familiyamla, nömrə ilə çıxartdırdım ki, bu mənim adıma bu torpaq gəlib, ancaq mənə göstərilmir, verilmir. Mən də nə qədər getdim, gəldim, dedi sizin adınıza torpaq yoxdur. Get, kağızını, sənətini, torpağın varsa, get sənətini çıxartdır. Tovuz rayon restr xidmətindən dedi çıxartdı. Qazaxdan çıxartdırmışam. Əsas sənət budur. Bəli. Heç şey lazımdır. Ancaq bunu o adama da, hansı ki torpaqda oturubdu, o adama da veriblər bunu, bu çıxarışı. Onun mən altındakı qolazada fikir verə bilirəm. O kimindir görəsən bu qolu? Sizin kəndindirmi, yoxsa? Bu mu? Restr xidmətində Elmədim müəllim çıxardıbdır. Bunu da arxivlə çıxardıb, qardaş. Arxivdə mənim torpaq Yəni orijinalını çıxardı. Bəli. Mənim torpaq şəhadətnamənin üstündən xətt çəkilib, həmin adamın adı yazılıbdır. Yəni fiktivli sənətlə başqa kimdir adı familiyası? Burada Qazaxda restr xidmətində olan Çaylı kənd sakini kimə verilib sizin torpaq? Kənd sakini Musayeva Rəyana Həzi qızına verilib. Ancaq bu kompüterə vurulanda Aliyeva Rəyana Əli qızına gəlib. Bəli, bəli.